Amma Həzrəti Əmir el-Müminin Əli əleyhissalam nə deyirdi? Deyirdi ki, mən ilahi sənə cəhənnəm qorxusundan ibadət eləmirəm. Mən sənə cənnət eşqindən də ibadət eləmirəm. Bəs niyə ibadət edirsən ya Əli? Deyir, ilahi, mən səni ibadətə layiq olub, layiq görüb ona görə ibadət edirəm sənə. Məsələ bundadır. İndi mən cəhənnəm qorxusundan ibadət edirəmsə, ibadətin batildir? Yox, bunu alimlər deməyib. Mən cənnətə görə ibadət edirəm, ibadətin batildir? Yox, alimlər bunu deməyib. Amma İstəyirsən o ibadətin ləzzətini alasan və yaxud o ibadət bizi aparsın Peyğəmbər sallallahu aleyhi və aleyh deyən kimi namaz mənim ümmətimin meyracıdır. Həmən meyrac məqamına yetişmək istəyirsənsə, o zaman cənnət həvəsi ilə, cəhənnəm qorxusu ilə eləyən ibadət bizi ora çatdırmayacaq. Məsələ bundadır. Həzrəti Əleyhisselam bunu demək istəyir. Demək istəmir ki, siz elə hamımız belə olun. Yox. Demək istəyir ki, əsl ibadət istəyirsinizsə, ibadət belə olmalıdır. Burada da məcburiyyət, hətta o sənin öz daxilində, qəlbində belə məcburiyyət olmamalıdır. Könüllü olaraq, istək olaraq, heç bir fayda güdmədən, heç bir mənfəət güdmədən, heç bir məsləhət güdmədən, heç bir qarşılıq gözləmədən sən bunu durmalısan, səmimi qəlbdən yerinə yetirməlisən. Bu əməl insanı tərbiyə edir. Bu əməl insanın insanlığına dəlalət edir. Yoxsa məsələ deyərlər ki, filan kəs qorxaqdır, ona görə mən şücaətli olum, bu şücaətli sayılmır ki. Hə, şücaətli kimi görsənər, amma şücaətli olmarsan. Filan kəs deyər ki, bu əldən bəkdir, mən səxavətli olum. Onda sən səxavətli olmayacaqsan, səxavətli kimi görsənəcəksən. Ona görə görsənmək ayrı şeydir, olmaq ayrı bir şeydir. Din gəlməyib ki, biz şücaətli görsənək, səxavətli görsənək, mömin görsənək. Yox, din bunun üçün gəlməyib. Din gəlib ki, biz mömin olaq, müsəlman olaq, müvəhhid olaq. Bundan ötürü gəlib, olmaydan ötürü, görsənməkdən ötürü yox. Bunun da yolu nədir əzizlərim? Bunun da yolu özündən qabaqçılara baxıb, nümunə olaraq, onlara baxıb, onların izi ilə getmək. Ən gözəl nümunə də, gözəl olmaq üçün ən gözəl nümunə Məhəmməd və Ali Məhəmməd. Allahümə sallallahu. Və bugün mövluduna gəldiyimiz Həzrəti Əmir el-Müminin Əli ibn Əbi Talib əleyhissalamdır ki, hər formada insanın gözəlliyi nümunəsini insana göstərir.